Lukashenko'dan ermənilərə xəbərdarlıq, 44 günlük müharibəyə işarə. Kanala abunə olub video bəyənməyi unutmayın. Ermənistan xalqı Rusiya ilə Avropa arasında seçim edərkən ehtiyatlı olmalıdır. Globinfo Aza xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukashenko deyib. Onun sözlərinə görə Ermənistan yalnız addım atacağı təqdirdə Ukraynada baş verən hadisələrin təkrarlanması riski ilə üzləşə bilər. Lukashenko qeyd edib ki, Ukraynada yaşanan proseslər də vaxtilə məhz oxşar şəkildə başlayıb. Bunu xatırlayırsınız. Müharibədən yeni çıxmış ermənilər bu səbəbdən ağır vəziyyətə düşməməlidirlər. Tələsmək lazım deyil. Sadəcə düşünmək, müdrik olmaq lazımdır. Belarus prezidenti hesab edir ki, Ermənistan xalqı Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməzdən əvvəl məsələni çox ciddi şəkildə qiymətləndirilməlidir. Onlara yalnız bunu tövsiyə edirəm. Xalq öz sözünü deyəcək və biz də həmin qərara hörmətlə yanaşacağıq.